Ha, saqqal, indi gördün necə iblislər peyda olur adamların içindən? Görmədim. Görmədim. Muhtardan qara kağız gəlməsəydi Cəbrail açmazdı o qapını. Açmazdı. Bu zamanada bir iblis var. O da müharibədir. Cəbrailə haqq vermirəm. Əskər ailəsini dağıdıb, böyük qələt edib. Səndən də razı deyiləm. Nə haqq tutursan onu? Sən qaytaraq? Əlbəttə. Qaytar gəlsin işinin üstünə. Oy, sən qorxu qadağı olmasın? Oyun Cəbraili baxışdı ya. Sabahlarda ona baxıb başqaları da əskər ailələrlə sataşsınlar, ha? Nə deyim, saqqalsan da. Cəmaat namusunu çölə tullamayıb. Onsuz da dərdimiz çoxdur. Bir dərd də sən qoyma üstünə. İnşallah qələbə çalarıq, müharibə qurtarar, hər şey düşər öz yoluna. Oy, MS budu gəlib dirənib mazdalığa, talihimiz tükdən asılıdır. Babadanlıqdan danışır. İnamını itirmə qurban. Heç vaxt inamını itirmə. Bana bax, İskandiyar kişi. Qılınc qurbanım mən. Demir sıxını xirtliyimə dirəsə də inamımı itirmərəm. Ancaq indi söhbət ayrı şeydən gedir. O nə tər qələb olar ki, qızıl əskər cəbhədən qayıdıb, arvadını başqasının qucağında görər. Bir iş də olub, vallah bir də olmaz. Mən də sirəm olmasın. Bax, elə ona görə də Cəbrail qayıtmayacaq, vəssalam. O hadisədən sonra cümrünü İsfəndiyar əmi apardı. Tapdıq da daha evlərinə qayıtmadı. Anamla mən yalvarıb yaxardıq ki, bizim evdə qalsın. Qulaq asmadı. O köhnə, uçub evdə yurt saldı Tapdıq. Səhər axşam bütün kənd axşırdı bura. Qocalı cavanlı hamı yalvarırdı ki, tək qalmasın burada. Amma Tapdıq inadından dönmədi. Eşidirsən ana? Çalan cümrüdür. Cümrünün tütək çalmağı qutardı da. Sənə deyirəm odur. Axı o bu evdən getmişdi. Həmişəlik getmişdi. Özünü atmağa çıxıb ora. Çalıb qutaran kimi atacaq özünü. Nurun qara nə durubsuz? Cümrü! Cümrü! Köy salmayın ay uşaq. İndi o öz aləmindədir. Cəbrail? Nə səs-səsə veribsiz? Bir bədbəxtlik də olub. Bundan
bundan betəri də olar. Mənim məsələn, ürəyim partlaya bilər. Təəccüb eləməyin. Nə baxırsınız mənə? Bıraxdılar da. Cəza var, dustaqlıqdan ağırdır. Elə vərdiş eləyibsiz bu həyətə yığışmağa. Yaxşı, bəs tamaşa elədiniz. Dağılışın. Biz əlbəttə dağılışmadıq. Cümrü çox çaldı. Ona yaxınlaşmağa heç kəs ürək eləmirdi. Allah sizə kömək olsun. Vurdum qılçat sındı! Vurdum qılçat sındı! Sədir gəlir. Şumu qurtarmışıq deyəsən. Sabahacan bir kərəkdə yer qalmamalıdır. Eşitdiniz? Nə olub? Kişi hardadır? Başa düşürəm səni. Bu iş çoxdan olmalıydı. 20 il əvvəl olasıydı. Sən dünyaya gəlməmiş. Dostuma görə o vaxt mən əl çəkdim xoşbaxtlığımdan. Atan Muxtara görə. Nifrət eləməyə, amma uşaqları işdən ayırma. Ukrayna, Belarusiya, Don, hamısı əldən gedib. Onların yerinə də taxıl verməliyik. Laf 5 qat işləməliyik. 15 qat! Qalxın! Yaxşı. Qutarın. Saatda bir nitq deməyə vaxt yoxdur. Uşaq deyilsiniz. Özünüz bilirsiniz. Çörəklə silah barabar tutulur indi. Silahı ləngitməyin üstündə tribunala verirlər. Vadar eləməyin, məni bədrəftar olum. Vadar eləməyin. Qalxın! Başa düşün, bala. Ürəyim ağrıyır sizə bir kəlmə söz deyəndə bir gün özümə gələnmirəm. İnsafınız olsun. Zülm eləməyin, ha. Nə oldu? Bəsdir, məni hövsələdən çıxartmayın! Heç nəyə baxmaram! Qamçının atda salıb qan-qançır elərəm! Qalxın! Qalxın deyirəm! Qalxın, tərpənin, içəqi! Dur ayağa!